Boğaz ağrısı sadə bir narahatlıq deyil, eyni zamanda xəstəliyin xəbərçisidir. Boğaz şişir, ağrımağa başlayır, qıcıqlanır, qurluq hissi olur, boğazda bəlğəm yığılır. Müdaxilə etməsən, çirk eləyir, qızdırma verir. Vəziyyət o hala çatır ki, bir qurtum suyu belə içə bilmirsən. Bu baş verdisə bir həftə, 10 gün sağalmağın mümkün deyil. Son zamanlar yayılan virus məhz bu cür əlamətlərlə özün biruzə verir. Bəs nə etmək lazımdır? Ekrandakı ağrıya toxun, qırmızı rəng olsun, ətraflı izah edeyim. Gördün ki, boğazından narahatlıq var, qıcıq var, ağrı var, şişir. Yaxınlaş aptekə, Ezoturat boğaz spreyi al. Ezoturat boğazı spreyi istifadə edildiği zaman tərkibindəki bitki ekstraktlarının köməyi ilə boğazda olan ağrıdır, şişkinlikdir, qıcıqdır, qurluq hissidir, bəlğəm yaranmasıdır. Bunların hamısını aradan qaldıraraq xəstəliyin daha da ağırlaşmasının qarşısını alır. Ölkənin bütün apteklərində əlçatandır. İstifadəsi uşaqdan böyüyə hər kəsə mümkündür. Dərman vasitəsi deyil, rahatlıqla alıb istifadə edə bilərsiniz. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balalarla hər zaman sağlam qalasınız.